Digər eksponatımız isə yarış kürəsi adlanır. Burada bizim iki kürəmiz var və ilk öncə müşahidə edirik. Hansı kürənin daha sürətli və tez çatdığını müşahidə edirik. Gördüyünüz kimi bu kürə, bu yol üzrə hərəkət edən kürə daha sürətli və daha tez çatdı. Bunun səbəbi yolumuzun mailli olmasıdır ki, bu mailli yolla hərəkət edən kürə daha sürətli hərəkət etdi. Bunun səbəbi bu kürənin daha çox kinetik enerji almasıdır. Növbəti eksponatımız isə hansı daha ağırdır eksponatıdır. Gözlə baxdığımız zaman böyük olan kürənin daha ağır olduğunu düşünürük. Əlimizlə yoxladığımız zaman isə balaca kürəni daha ağır hiss edirik. Tərəzidə yoxladığımız zaman isə hər iki kürənin eyni kütlədə olduğunu müşahidə edirik. Balaca kürənin daha ağır hiss etməsinə səbəbi isə bu kürənin daha çox sıxlığa və daha çox təzyiqə malik olmasıdır. Digər eksponatımızın adı həddindən artıq hava atıladır. İlk öncə müşahidə edirik. Deməli, biz düyməni bastığımız zaman hava qabarcıqları suya daxil olur və bunun nəticəsində də bizim suyumuzun sıxlığı azalır. Gəminin batmasını müşahidə edirik. Biz düyməni bastığımız zaman aşağıdan gələn hava qabarcıqları suyun sıxlığını azaldır. Bunun nəticəsində də Arximed qüvvəsi azalır və bizim gəmimiz batır. Bu eksponatda şagirdlər gəmilərin üzmə şərtini, cisimlərin, suyun sıxlığını və Arximed qüvvəsi haqqında məlumatları mənimsəyir.